Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcma'in. Əmmə bə'd. Deməli, keçən dərsdə dedik ki, yəni elm barəsində danışdıq, düzdür. Sonra əməl, elm, ma'rifətullah, Allahı tanımaq, Rəsulunu tanımaq və İslam dinini dəlillərindən tanımaq elmdir bu, düzdürmü? Sonra nədən danışdıq? Əməldən. Əməl və əməldən sonra nə gəlir? Dəvət. Yəni, öyrəndiyinə əməl etməlisən, sonra nə etməlisən? Dəvət etməlisən. Və elmə əməldəndir ki, elmə dəvət etmək. Elmi öyrənən kəs, yəni, o elmə birinci növbədə özü əməl etməlidir və sonra isə başqalarını buna dəvət etməlidir. Yəni, kim elm öyrənib, sonra yəni, dəvət etməsə və yaxud ixlaslı olmazsa, bu xusran, ziyan içindədir. Ona görə biz bilirik ki, keçən dərslərimizdə də oxuduq, o hədis haqqındakı cəhənnəmə düşən ilk 3 qism insanlar. Onlardan birincisi kim idi? Elm öyrənən. Elm öyrənən, Quranı oxuyan. Nəyə görə? Çünki elmi öyrənirdi ki, ona alim desinlər, ona elm əhli desinlər, qari desinlər və s. Və o da o adı deyir, dünyada qazandım. Üzü üstə sürüklənərək cəhənnəmə atılacaq. Yəni, o insan deyir, subhanallah deyir, o insan elm öyrənib. Yəni, əziyyət çəkib öyrənib. Yəni, elmdən payı var idi, öyrənmişdi. Amma fayda vermədi ona. Nəyə görə? Çünki ixlaslı olmadı. Əməl etmədi. Və Allah Teala ona deyəcək ki, yalan danışırsan, yəni, o soruşanda ki, neynədin, sənə elm verdim, sənə nimətlərimi verdim, nə etdin? Deyir, sənin üçün öyrəndim, ya Rab, sənin üçün öyrəndim, sənin üçün dəvət etdim və s. Amma nəticə etibarilə nədir? Allah qəlblərdə olanları bilir. Bilir ki, yalan danışır. Allah subhanahu wa ta'ala deyir ki, kəzəbdir, yəni yalan deyirsən. Sən bunu etdin ki, sənə alim desinlər, sənə qari desinlər. Bu adı da dünyada qazandın. Odur ki, deyir, ona yəni, əmr olunacaq ki, üzü üstə sürüklənərək cəhənnəmə daxil olsun. Ona görə buradan da biz bilməliyik ki, 3 şey əsas olan birincisi elmdir, əməldir və dəvətdir. Və bu 3 şey də ixlaslı olmalıdır. Elm, əməl, dəvət. Üçü də ixlasla olmalıdır. O şeyh buyurur ki, bu 3 şey, elm, əməl, dəvət ixlasla olsa, Allah üçün olsa, artıq insan böyük bir şərəfə nail olur. Böyük bir şərəfə nail olur və ən gözəl söz söyləyən, ən gözəl əməl sahibi yəni, olur. Ən gözəl əməl sahibidir o. Və Allaha dəvət eləmək həqiqətən də çox fəzilətli əməldir. Bu peyğəmbərlərin yoludur. Bütün peyğəmbərlərin yoludur. Yəni Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki: "Ud'u ilə səbili rabbika bil hikmeti vel mau'izatil hasenə." Rəbbinin yoluna, insanları Rəbbinin yoluna hikmətlə dəvət elə. Hikmətlə və gözəl öyüd nəsihətlə dəvət et. "Və cadilhum billati hiya ahsan." Və onlarla ən gözəl tərzdə mübahisə et. Və hikmət nədir? Rəbbinin yoluna Allah Teala deyir, hikmətlə dəvət et. Hikmət elm üzərində olan bəsirətdir. Yəni elmsiz hikmət olmur. Bəziləri deyir, əsas hikmətdir. Elm olmasa da olmaz. Yox, xətadır. Elm üzərində olan bəsirətə hikmət deyirlər. Yəni insanda ola bilməz ki, hikmət olsun elmsiz. Və gözəl mövizə, gözəl nəsihətlə deyir Allah Teala dəvət elə. Bu nə deməkdir? Yəni insanlara onların tərzinə uyğun danışırsan. Yəni insandan insana fərq var. Ona görə dəvət olunanın halını bilməlisən. Qarşında kimdir? Böyükdürmü, kiçikdirmi? Böyüyün öz üslubu var, kiçiyin öz üslubu var, valideynin öz dəvət üslubu var, qohum-qonşunun öz dəvət üslubu var. Hamı bir deyil. Elə insan var ki, ona sən vəd ayələrini əsasən üstünlük verməlisən. Cənnət ayələrinə. Elə insan var əksinə, qorxudan ayələrə üstünlük verməlisən. Yəni insandan insana fərq var. Ona görə dəvətin belə şərtlərindən, rükunlarından belə deyək, qaydalarından biri də odur ki, dəvət olunan şəxsin halını bilməlisən. Və insanlara onlara uyğun tərzdə dəvət aparmalısan. Və cadilhum billati hiya ahsan. Allah Teala buyurur ki, onlarla ən gözəl tərzdə mübahisə et. Yəni ehtiyac varsa cidələ, o zaman cidələ gedilir. O zaman yəni mübahisə edilir, amma ən gözəl tərzdə.
Hətta Allah Teala Fironla belə Musa əleyhissalama deyir ki, onunla nədir? Gözəl danış. Hətta Fironla. Yəni cidəl eləyirsən, mübahisə edirsən, amma ən gözəl tərzdə etməlisən bunu da. Yumuşaq tərzdə. Sonra dəvətdən sonra nə gəlir qardaşlar? Səbr. Dəvətdən sonra səbr gəlir. Bu da dördüncü bir məsələdir. Əziyyətlərə səbr etmək. Səbr nədir? Lüğətdə səbr sıxmaq, tutmaq, saxlamağa deyirlər. Səbr, həbs eləmək, həbs. Və Allah Subhanahu wa Taala Quran-ı Kərimdə buyurur ki, Kəhf surəsində: "Vasbir nefseke ma'allezine yed'un rabbahum bil-ghadati vel-'ashiyyi yuridun vechhah." Səhər və axşam, yəni səhər və axşam çağı Rəbbinin üzünü, rızasını diləyərək ona dua edənlərlə birlikdə səbr et, özünü səbirli apar. Yəni vasbir nefseke, nəfsini tut. Və səbrin növləri, səbrin qismləri haqqında danışaq. Birinci səbir itayətdə olan səbirdir. Yəni Allah Taala'nın əmrlərində səbirli olmaqdır. Yəni Allah Subhanahu wa Taala əmr etdiklərini əməl etməlisən. Burada da səbirli olmalısan. Əmrlərə edilən səbir. İtayətdə səbir yəni. İkinci nədir? Səbir asiliyə qarşı, günahlara qarşı səbir. Haramlara qarşı səbirli olmalısan. Nəfsini qorumalısan. Səbr etməlisən, sıxmalısan. Səbr nədir dedik? Saxlamaq, sıxmaq, həbs eləmək. Və üçüncü səbrin növü də nədir? Allahın qəza və qədərinə səbr etmək. Nə olursa olsun Allahın qəza və qədərinə gəlir. Müsibət gəldisə, səbr etməlisən. İlk anda səbr etməlisən. Vacifə qoparmaq olmaz. Yəni qədərə qarşı danışmaq, gəlmək olmaz. Nə etməlisən? Səbr etsən, əcrini alacaqsan. Ən böyük əcr alacaqsan. Elə bir əcr ki, ibadətlərinlə, itaətlərinlə o əcrə nail ola bilməzsən. Yəni müsibətlərlə, yəni insanın çatdığı o dərəcələrə əməllərlə çatmaq olmaz. O da nə vaxt olur? Səbr eləsin. Səbr eləməsin, danışsın, vacifəni qoparsın, yoxdur heç bir əcr. وَالْمَطْلُوبُ فِعْلُهُ مِنَ الْعَبْدِ إِمَّا وَاجِبٌ أَوْ مُسْتَحَبٌ وَهَذِهِ الطَّاعَةُ. Yəni quldan tələb olunan əmr olunanlarını yerinə yetirməkdir. Əmr olunan vacib də ola bilər, müstəhəb də ola bilər. İtaətdə səbr olmalıdır insanda. Və bunlar, bu əmrləri yerinə yetirmək yalnız səbrlə mümkündür. Sübh namazına durmaq, misal olaraq soyuq havada dəstəmaz almaq. İnsan var, şəraiti var, adam var, şəraiti yoxdur. Soyuq su ilə məcbur dəstəmaz alsın. Nə tələb eləyir? Səbr tələb eləyir. İtaətdə Allahın əmrlərində səbirli olmalıdır. Və həmçinin də qadağan olunan haramlardan da nəfsinə qarşı, yəni nəfsi ilə mücadilə eləmək, nəfsi ilə cihad eləmək də nə tələb eləyir? Səbr tələb eləyir. Və həmçinin Allahın qəza və qədərlərinə də qarşı, yəni insan səbirli olmalıdır. Ona görə İbnül Qayyim rahimehullah buyurur ki, yəni sümbül yalnız öz gövdəsində sabit qaldığı kimi əmrlər, yəni sümbül öz gövdəsində sabit qaldığı kimi əmrləri yerinə yetirib qadağalardan da çəkinmək yalnız səbirlə mümkündür. Yəni və qədərə həmçinin, qədərə qarşı səbirli olmaq, bu da hamısı nədir? Bunların dayağı səbirdir. Və həmçinin İbn-i Teymiyyə rahimehullah, Şeyxülislam Teymiyyə buyurur ki, Allah Subhanahu wa Taala Quran-ı Kərimdə səbr haqqında 90 yerdən çox, yəni 90-dan çox yerdə keçirilir səbr ayələri, səbr haqqında olan ayələr. Və bu nəyə dəlalət edir? Bu işin, bu əməlin əzəmətli olmasına dəlalət edir. Yəni səbrin nə dərəcədə böyük, əzəmətli bir şey olmasını göstərir. Yəni hədə yədullu alə azim məkani, yəni məkanının, yerinin əzəmətli olmasına göstərir. Əd-dinu kulluhu ilmun bil haqqi və amelun bihi. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, din nədir? Haqqı bilmək və ona əməl etməkdən ibarətdir. Elm və əməl. Və əməl də, elm də, əməl də nəyi tələb eləyir? Səbri tələb eləyir. Yəni insan elm öyrənəndə də elm rahat iş deyil. Dedik ki, elm öyrənmək də asan deyil. Yəni insan bu elm öyrənəndə də səbirli olmalıdır və həmçinin əməldə də səbrə ehtiyac var, dəvətdə də səbrə ehtiyac var. Və ən çox
belə deyək, səbrə ehtiyac duyulan məqam dəvət məqamıdır. Dəvət məqamı ən çətin məqamdır. Çünki dəvət elmsiz olmur. Elm öyrənməlisən ki, dəvət eləyəsən, düzdürmü? Dəvət əməlsiz olmur. Əməl etməlisən ki, dəvət eləyəsən, düzdürmü? Sən dəvət eləsən, özün əməl eləməsən, nədir bu? O haqda da oxuduq hədisləri, insan danışır, amma özü eləmir. Keçən dərsdə bu məsələyə toxunduq. Və yaxud elmsiz, Allahın adından nə gəldi danışır. Ən böyük günah. Ona görə səbrə ən çox dəvətdə ehtiyac var və həmçinin dəvət eləyən, yəni çətinliklərə, sıxıntılara məruz qalır. İnsanlar tərəfindən. Yəni insanlar tərəfindən xoşa gəlməz sözlər də deyilə bilər ona, onunla belə deyək, əlaqənin kəsilməsi də ola bilər, ona qarşı boykot oluna bilər və s. və s. Söylə də bilər, döyülə də bilər. Yəni dəvət edən şəxsi bu şeylər dəvətçiyə yəni üz verə bilər. Və bu məqam ən əzəmətli məqamdır və səbrə ən çox ehtiyac duyulan bir məqamdır. Və həmçinin dəvət nədir? Peyğəmbərlərin yoludur və Allah Subhanahu wa Taala peyğəmbərlər haqqında bildirir ki, buyurur ki, bizə, yəni Quran-Kərimdə buyurur ki, yəni onlara da əziyyətlər verilib dəvətlərində. Dəvətlərində onlara insanlar tərəfindən yəni cürbəcür əziyyətlərə məruz qalıblar. Allah Taala Quran-Kərimdə buyurur ki, yəni səndən əvvəlki peyğəmbərlər də, səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də yalançı sayılmışdı. Yəni onları yalançı saymışlar qövmləri. Lakin bizim köməyimiz onlara gələnə qədər səbr elədilər onlar. Fəsabəru. Səbr etdilər kömək gələnə qədər. Yalançı sayılmalarına və onlara əziyyət verilmələrinə səbr etdilər. Deməli, bu səbr də peyğəmbərlərin yollarındandır. Yəni peyğəmbərlərin əməllərindəndir. Dəvətdə səbr. Və Muhammed sallallahu aleyhi və səlləm dəvət edəndə onu yalanladılar, yalançı saydılar, yalançı da dedilər və həmçinin sehirbaz da dedilər, kahin dedilər, məcnun dedilər və s. İnsanların arasını vurur, insanları ayırır, cürbəcür sözlər dedilər, düşmənçilik elədilər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm nə edir? Səbr etdi. Səbr etdi, dəvətində oldu. Və Allah subhanahu wa ta'ala yardımı gəldi. Və Allah Teala öz dinini tamamladı. Və sabr el-əzə fi-d-dəvəti ilə-Allahi əmrun azim. Cə'əl-əmr bihi fil-Qur'an. Yəni dəvətdə səbr etmək əzəmətli bir əməldir. Və Quran-ı Kərimdə bu haqda Allah subhanahu wa ta'ala buyurur ki, Loğman əleyhissalam haqqında, Loğman əleyhissalam buyurur ki, Əqimis salətə və'mur bil-ma'rufi vənhə anil-munkər vəsbir alə mə əsabək. İnnə zəlikə min azmil umur. Əqimis saləh, birinci fikirdə namaz qıl deyir. Əqimis saləh. Namaz qıl, yaxşılığı əmr et, pislikdən çəkindir. Və sənə üz verənə səbr et. Sənə gələnə, sənə üz verənə səbr et. Bu da əzm tələb edən əməllərdəndir. Yəni oğluna deyir ki, ya buneyyə əqimis saləh. Oğlum namaz qıl. Bu da nə deməkdir? Bu əməldir. Yəni özün əməl eləyirsən, namaz qılırsan. Namaz qıl. Namazı qılmaq da nədir? Elmlə olur. Elm öyrənirsən, sonra əməl eləyirsən, düzdürmü? Elmsiz nə namaz qılacaqsan? Ona görə bu məqamda ya buneyyə əqimis saləh, ey oğlum namaz qıl, elm əməl var. Və sonra və'mur bil ma'ruf vənhə anil munkər. Yaxşılığı əmr et, pislikdən çəkindir. Bu hansı məqamdır? Dəvət məqamıdır. Yaxşılığı əmr et, pislikdən çəkindir. Vasbir alə mə əsabək. Və sənə üz verənə səbr et. Bu da dəvətdə səbr məqamıdır. Fikir ver ayədəki faydalara. Sonra nə deyir? İnnə zəlikə min azmil umur. Bu, əzm tələb edən əməllərdəndir. Yəni bu, sənə üz verənə səbir ver, xüsusən də dəvət məqamında. Yaxşılığı əmr eləyib, pislikdən çəkindirəndə. İnnə zəlikə min azmil umur. Bu, yəni əzm tələb edən əməldir. Və Allah subhanahu wa ta'ala peyğəmbərinə buyurur ki, "Vasbir alə mə yəqulun vəhcurhum həcran cəmilə." Onların dediklərinə səbr et. Peyğəmbərə Allah Teala buyurur ki, "Vasbir alə mə yəqulun." Yəni onların dediklərinə səbr et və ən gözəl tərzdə onlardan uzaqlaş. Və Allah subhanahu wa ta'ala peyğəmbərinə səbri əmr edir. Onların o sözlərinə, onların dilləri ilə olan əziyyətlərinə qarşı
onların əməllərinə səbirli ol və əzəmətli səbir göstər. Və min zəlikə mə rəvahu an Abdullah ibn Məs'ud və Abdullah ibn Məs'ud radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bölüşdürdü. Nəyisə bölüşdürüləsi bir şey vardı, onu böldü. Və bir kişi dedi ki, bu bölgü Allahın razılığını gətirən bölgü deyil. Sözə bax. İnnə həzihi ləqismətun mə uridə bihə vəchullah. Yəni, bununla Allahın razılığı qazanılmaz. Və bu kəlmə Peyğəmbər sallallahu aleyhi və səlləmə gəlir çatır və Peyğəmbər sallallahu aleyhi və səlləm qəzəblənir. Yəni, elə qəzəblənir ki, artıq üzündə bu görsənir. Və nə deyir? Deyir ki, Allah Musaya rəhm eləsin, deyir. O bundan daha çox əziyyət olundu, ona daha çox əziyyət etdilər. Neynədi? Səbir etdi, deyir. Və ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözü eşidəndə nə dedi? Səbir etdi birinci. Səbir etdi və dedi ki, Allah Musaya rəhm eləsin. Yəni, o daha çox əziyyətlərə səbir edib. Və həmçinin Allahın sifətlərindən də nədir? As-sabur, səbr edən. Yəni, Allah subhanahu wa ta'ala qulu dərhal cəzalandırmır, gözləyir müəyyən vaxta qədər. Zalimların zülmlərini Allah subhanahu wa ta'ala dərhal ola bilər cəzalandırmasın. Ona görə İbrahim surəsində Allah Teala buyurur ki, sən zalimların etdiklərindən Allahın xəbərsiz olduğunu sanma. Allah onların cəzasını gözlərin bərədə qalacağı günə saxlayır. Allah saburdur. Saxlayır müəyyən vaxta qədər. Və insan da səbirli olmalıdır. Xüsusən də elm tələb edən, dəvət edən. Və Allah Teala Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, eşitdiyi əziyyətə Allahdan daha səbirli heç kim yoxdur. Onlar ona övlad isnad etdilər, o isə onlara afiyət verib ruziləndirir. Yəni, xaçpərəstlər Allah subhanahu wa ta'ala'ya evlad nisbət etdilər, ən çirkin sözü söylədilər. O söz ki, dağlar az qala, yerlər, göylər, dağlar yarılsın o sözün, yəni pisliyindən. Və Allah subhanahu wa ta'ala buna baxmayaraq neynir? Yenə də onları ruziləndirir, afiyət verir. Müəyyən vaxta qədər. Ona görə də insan deyir, səbir əxlaqı ilə əxlaqlanmalıdır. İnsanlara qarşı səbirli olmalıdır. Dəvətdə səbirli olmalıdır. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Əl-mu'minul-ləzi yuxalitun nəs və yəsbiru alə əzəhum ə'zamu əcran minəl-mu'minil-ləzi lə yuxalitun nəs və lə yəsbiru alə əzəhum. Yəni, insanlara qaynayıb qarışan və onların əziyyətlərinə səbr edən müsəlman, mömin, Allah qatında daha əfsəldir. Hansı mömindən? O mömin ki, insanlara qarışmır, qaynayıb qarışmır və onların əziyyətləri ona üz vermir. Yəni, fəzilət nədir? Qaynayıb qarışırsan insanlara, onlardan əziyyət görürsən və buna səbr eləyirsən, dəvət eləyirsən. Elə də adam var, deyir ki, yox, mənlik deyil, uzaqlaşır öz işi ilə, gücü ilə. Ki, bunlar mənə belə bir sözlər deyir, mən yönlü adamlar deyil, uzaqlaşır. Əcr kim qazanır əcri? Birinci. Hansı ki, gedir, baxmayaraq ki, ona əziyyət verilir, ona xoşa gəlməz sözlər deyilir, neynir? Allah üçün səbr eləyir. Allah üçün səbr edilməyin sənin ucalığındır. Allah qatında ucalmağındır. فَكُلُّ هَذَا دَلِيلٌ عَظِيمٌ عَلَى فَضِيلَةِ الصَّبْرِ. Bunlar hamısı yəni səbrin fəzilətinə olan əzəmətli dəlillərdir. Allaha dəvətdə وَعَلَى أَنَّ الصَّبْرَ مَنْزِلَةُ الْأُخْرَى يَجْعَلُهَا اللَّهُ لِلدَّاعِيَ إِلَى اللَّهِ فَوْقَ كَوْنِهِ دَاعِيًا إِلَى اللَّهِ فَيُؤْجَرُ عَلَى صَبْرِهِ. Və fikir verin, səbr məqamı, bax, dəvət məqamında dedik ki, səbr lazımdır. Elmdə də, əməldə də, dəvətdə də səbr lazımdır. Və sən dəvət edəndə həm dəvətivə görə savab qazanırsan, insanlara haqqı çatdırmağına görə və həmçinin də səbrivə görə. Həm səbrə görə, həm dəvətə görə savab qazanırsan. Və dəvət o demək deyil ki, dərhal nəticə gözləməlisən. Yəni, mən dəvət eləmə, o mütləq gəlməlidir. Yox, səndən tələb olunan nədir? Haqqı çatdırmaq. Öyrəndiyin elmi əməl eləmək və çatdırmaq. Bizdən tələb olunan budur. Hidayət vermək bizim işimiz deyil. Hidayət kimdəndir? Allahdandır. Hidayət verən Allahdır. Ona görə keçən dərsdə dedik ki, İbrahim aleyhisselam, Allah subhanahu wa ta'ala deyir ki, İnnə İbrahimə kənə ümmətən
qanitan lillahi hanifan və lam yakun minel müşrikin. İbrahim ümmət idi. Ümmət adlandırır Allah subhanahu wa ta'ala onu. Yəni hənif, qanit yəni itaətdə davamlı olan, hənif, müşriklərdən, şirkdən uzaq olan, müşriklərdən deyildi. Allah subhanahu wa ta'ala onu ümmət adlandırır. Baxmayaraq ki, İbrahim aleyhissalam tək idi. Elə deyilmi? Və bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Uridat aleyyel umamu." Mənə ümmətlər göstərildi. Və deyir, raht gör. Raht da nə deməkdir? Raht odur ki, yəni 10-a qədər olan say. Yəni 1-dən 10-a qədər say. 5 ola bilər, 7 ola bilər. Belə bir raht göstərildi mənə və yəni həmçinin Peyğəmbər göstərildi ki, deyir, onun yanında heç kəs yox idi. Yəni Peyğəmbər göstərildi ki, yanında 1 nəfər və yaxud 2 nəfər var idi. "Ven-nebiyyu və ma'ahu raculun və raculan." 1 və yaxud 2 nəfər. Fikir ver, Peyğəmbərdir, yanında 2 nəfərdir. O boyda dəvət edib 2 nəfər gəlir. "Ven-nebiy leysə ma'ahu ahad." deyir. Və Peyğəmbər onun yanında heç kəs yoxdur. Rəsul gələcək, Peyğəmbər gələcək, Nəbi gələcək, dəvət eləyib, amma heç kəs cavab verməyib. Təkdir. Sonra qara bir şey gördüm, deyir, göstərildi mənə. Elə bildim ki, yəni onlar mənim ümmətimdir, deyir. Fəzanəntu ümməti. Dedilər ki, yox, o Musanın ümmətidir. Və daha sonra yenə deyir, qara bir şey göstərildi, yəni insanlar. Dedilər, bunlar sənin ümmətindir. Və onların arasında 70 min sorğu-sualsız cənnətə girənlər olacaq. Yəni buradan fayda nədir? Fikir ver. Rəsullar dəvət eləyir, nəbilər dəvət eləyir. Elə nəbi var ki, heç adam yoxdur yanında. O deməkdir ki, onun dəvəti zəif idi. Yox. Hidayəti verən Allahdır. Bizim işimiz nədir? Deməkdir. Sən dedinsə, haqqı çatdırdınsa, əlhəmdülillah. Sən dəvət elədin və o əcri qazandın. O əcri qazandın, dəvət əcrini. Sənə artıq əksik söz desə, səbr eləyirsən, səbrə görə də qazandın. Həm dəvətivə görə, həm səbrivə görə. Ona görə dəvəti dayandırmaq olmaz. Hamımız dəvət etməliyik. Və dəvət alimlərin üzərində olan bir şey deyil. Tək alimlər, tək elm tələbələri. Yox, bunu hamı etməli. Yəni qonşu, evindən başlamalısan, qohum, qonşu, yox, hamının iş yerində, yəni hikmətlə, elmlə dəvət eləmək lazımdır və səbr etmək lazımdır buna. Və çox uzatmaq istəmirəm, yəni az-az götürək inşallah. Burada növbəti məsələ gəlir, Əsr surəsinin Əsr surəsi gəlir. O da qalsın inşallah gələn dərsimizə. Və subhanakallahumma bihamdik, əşhədu en la ilahe illə ente, estağfiruka və etûbu ileyk. Amin. Allah